Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq. Bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımı gözə çarpır? Ekspertlər Bakının mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, bəzi ərazilər üzrə hətta daha çox artdığını bildirirlər. İqtisadçı Kənan Qulzadənin sözlərinə görə 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi rayonlarında yeni tikililərdə mənzillərin kvadrat metrinə düşən qiymət xeyli aşağı olub. O qeyd edib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır. Nəsimi və Xətai rayonlarında xüsusilə təqribən 3 il əvvəl 1600-2100 AZN civarında olan mənzillər hal-hazırda 2300 və 5000 aralığındadır. Bu bilavasitə süni bahalaşmadır. Bu bahalaşmanın səbəbləri tikinti materiallarının, o cümlədən tikinti xidmətlərinin bahalaşmasını göstərə bilərik. Bilirsiniz, bir ərazi olaraq, bir torpaq olaraq məhduddur artıq Bakıda torpaq sayı. Və torpaq sayı azaldıqca da bu deməli əhalinin təklifinə tələblə cavab verə bilmir artıq inşaat şirkətləri. Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, rəsmi göstəricilərə görə 2021-2025-ci illər arasında ilkin mənzil bazarında 55% qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağşəhər ərazisində olub. Həmçinin Nardaran Ləhş bağlarında, Sibrizdə torpaq 70-100% arasında bahalaşıb. Ekspert artım prosesinin davamlı olacağını bildirir. Baxmayaraq ki, 2023-cü ilin sonunda Bakı şəhərinin baş planı təsdiq olundu və bu dövrə kimi tikinti şirkətlərinə verilən icazələrin sayı məhdudlaşırdı. Artıq məhdudlaşmaqla bağlı hər hansı bir əsas yoxdur, lakin buna baxmayaraq yeni başlayan inşaat layihələrinin sayı olduqca azdır. Yəni, son bir il ərzində Bakı şəhərinin ərazisində bünövrədən başlayan layihələri barmaqla saymaq olar. Bu da o deməkdir ki, hələ də ən azı bu ilin sonuna kimi tikinti şirkətlərin arasında rəqabət olmayacaq və rəqabət olmayana kimi qiymətlərdə stabil artım hələ də təəssüf olsun ki, davam edəcək. Ekspert onu da bildirib ki, paytaxtda 150-dən çox binanın qəzalı olması ilə bağlı rəy verilib. Bu binalar artıq istismar müddətini bitirib, lakin hələ də tikinti şirkətləri üçün bazarda müvafiq şərait yaradılmayıb. Bu isə o deməkdir ki, qiymətlərdə bahalaşma tendensiyası davam edəcək. Minaya Zamanova, Cəfər Qasımov, Xəzər xəbər.